düşünürük ki, tezliklə açılsın qapısı. Allah ona da şans yaratsın, çıxsın oradan. Amin. Balaları var, balaları gözləyir onu. Aramızda bizim nə olubsa, o bizim aramızdadır. Amma Artıq unutub halallıq vermisinizmi? Yox, yox. Onu ora gətirək çıxartmayaq. Ahirətdə üzləşmək istəyir. Yox, o istəyirəm. Amma amma yenə də deyirəm, qapısı açılsın, çıxsın. O iki gözəl qız balası var. Amin ilahi. O gözləyirlər onu. Yəni də heç bir kəs ananın yerini verə bilməz. Amma görüntüləriniz yayılmışdı. Ona sovqat aparırdınız. Bəli. Hazırda olduğu həbsxanada sovqat aparırdınız. Yəni bu insanlarda bir qədər düşündürdü ki, artıq Kərim yəqin hər şeyi bağışlayıb. Yəni bunu atan addım, bu addımı atıbsa... Yox, əgər bir insan ki, mənə ağlaya-ağlaya zəng eləyirsə, mən necə ona üz fırladım, alınmır. Yəni, bu mənim xasiyyətimdə yoxdur. Əksinə, mən eləyəcəm ki, o deməsin ki, mən vaxtında düz eləmişəm. Haqsız onu vurmuşam, yəni nəsə eləmişəmsə də düz eləmişəm. Yox, o biraz bəlkə elədiyi əməllərdən utansın. Onu utandırmaq üçün eləmişəm, əslində. Sırf utansın deyə etmişsiniz. Ki, hə, yəni mənə nələr çəkdirdin, bu da mənim sənə qarşı addımım. Elədiyi hərəkətlərdən peşman olsun. Və olub da çox şükür. Peşman danışmısınızmı? Yəni telefonla? Zəng eləyir, ara sıra zəng eləyir. Yenə də zəng eləyir. Ən son dəfə nə vaxt danışmısınız? Onlar da 2-3 ay olar. Biraz görürsünüz də zəng eləyir, başqa bir ab-hava ilə danışır. Nə istəyir mənə maraqlı? Təranə xanım zəng edəndə nə istəyir ən çox? Çox vaxt zəng eləyir ki, biraz mənə maddi yardım kömək elə. Ona görə zəng eləyər. Başqa yəni heç bir şeyə görə. Yəni, mən neyə bilərəm ki? Qayda var, qanun var, dövlət var. İndi sən neynəmsənsə onun mənə adiyyəti yoxdur. Amma mən də insanlıq halimdir ki, mən eləməliyəm. Özümə borc bilirəm. Əslində, yoldaşımın da təkidi çoxdur mənim, həyat yoldaşımın ki, anası yoxdur, atası yoxdur. Ki, onun həyat yoldaşı çox yaxşı xanımdır ki, qardaşı yoxdur. Sağ olsun, həqiqətən. Qohum əqrəbəsi yoxdur. Təkdir də o. Gözü qapıdadır, kömək elə. Yəni, mənim xanımımın da çox təkidi var. Ona görə də indi bizdə alınmayıbsa, yəni, oldu, keçdi. Çox pis günlər yaşatdı mənə, illər yaşatdı mənə. Amma o travma hələ qalıbmı sizdə? Təbii ki, qalıb. Özünüz də onu atlaya bilmirsiniz. Atlaya bilmirəm, amma haqsız travmalardır. Bir var ki, bir dəfə oldu, bir dəfə 2 dəfə oldu, bir dəfə illərlə oldu. Və o adam nə qədər dözə bilər? Adam nə qədər bunu, bir var ki, sən 3 dənə, 5 dənə dostun arasında bunu deyirsən, dalınca danışmaq kimi. Bir də var ki, sən çıxırsan, haqsız yerə efirlə vurursan adamı. Və sən bunu nə qədər götürə bilərsən? Və sən heç nə də eləyə bilmirsən. Bu ən, o belə kulminasiya nöqtəsi var da, heç nə eləyə bilmirsən. Bəs bu, deyirsiniz, zəng edir, ara sıra, 2 aydan bir, 3 aydan bir. Bu danışanda olubmu ona artıq indiki mərhələdə o sualı ünvanlayasınız ki, Təranə, niyə bunları etdin? Demişəm. Nə cavab verir? Deyir, oldu da, bilmirəm. Elədim, peşmanam. Şeytan. Yəni, atdı, yəni şeytan. Nəsə də olanda da şeytan üstünə atırlar. Amma Hər birimizin səhvimiz, xətamız, günahımız var da bu dünyada. Amma gərək səhvi xətanı da elə eləyəsən ki, o bağışlansın, sənə qarşı tərəf halallıq versin. Nə vaxtsa yenə sən onun qapısına qayıda bilərsən, o qapı bir də üzvə açılsın. Eynən, bilmirəm bu görüntülər Təranə xanımın qarşısına çıxar, çıxmaz. Buradan salamlayıram əgər çıxarsa. Allah qapısını açsın. İnşallah ki, islah olub. Mən buna çox inanıram, buna ümid bəsləyirəm. Çünki Kərim gülür. Mən inşallah deyirəm. 2 gül balası var. Azadlıqda olanda bir məkanda çox olmuşuq, müsahibələrimiz olub, qonağım olub, verilişlərdə. İnşallah ki, islah olar orada. Anadır da, Azərbaycan qadınıdır. Allah balalarına qovuştursun, amin, qapısını Allah açsın. balalarına qovuştursun. Buradan elə Rəqsanə xanımı da salamlayıram. Onun da əziyyəti onun üzərində həddindən artıq çoxdur. Onu da siz dediyiniz o problemlər, qalmaqallar, səsküylər yəni, olmuşdur. orada 2 nəfər insan, belə deyək də, onun beynində 2 insan var idi. Bir Kərim, bir Rəqsanə.
Və həyatda da ən çox dəstək Ən çıxan dəstək çıxan da elə Kərim və Rəqsanə olub. Və ən çox vurulan da Kərimlə Rəqsanə olub. Vay. Yəni ancaq Bəlkə də bu Allahın bir sınağı olub. yəni bir tərəfdən yəni ki insan nə qədər insanın ailəsinə, balasına o qədər travmalar yaşatmaq, o qədər lazım olmayan hardan çıxardan söhbətlər, sözlər, baxırsan ki bu nə danışır? Bu hara gedib çıxır bu söhbətlər? Bugünkü gün də mənə arada qızı da zəng eləyir. Suel də yəni yazır, WhatsApp-la da yazır. Amma yəni ürəyimdəki ürəyimdədir də.